pul azdır, başlamaq lazımdır, getmək lazımdır və az bir büdcə başladım yığmağa. Yığdıqca təbii ki, məhsulları falan başladım daha yaxşı eləməyə və böyük bir rolu orada energetika oynadı. Yəni içində müsbət olan energetika oynadı. Nədənsə yaxşı düşünürdüm, arzulayırdım çox şeyləri, sevə-sevə eləyirdim və çox şeylər qabağıma gəlib çıxırdı. Siz oturub danışanda, negativ danışanda, ölkəni pisləyəndə falan sizə heç vaxt yaxşı olmayacaq həyatınızda. Heç vaxt yaxşı olmayacaq və heç nə yaxşı olmayacaq. Amma siz pozitiv düşünəndə, mən çalışıram bir günüm mənim belə gülüşsüz keçməsin. Çalışıram, çətin vaxtlar olur, həmişə çətin olur. Hamıda çətin olur. Hərəsində bir öz hekayəsi var, öz istoriyası var yəni də. Yenə də ona baxmayaraq çalışın, energetik olaraq müsbət energetikanız olsun. Pozitiv olasınız və ancaq pozitiv şeylər çəkəcəksiniz onda. Siz onu bilmədən, fikirləşmədən. Və o energetika olaraq nəsə qabağıma çıxırdı. Yaxşı şeylər, yəni məhsul hansı ki, mən ömür boyda ala bilməzdim. O məhsulu verirdilər ki, mənə satdıqca pulunu verərsən falan, İtaliya köynələri, qalstukları falan, yəni dəhşət də.